Salamlayıram hər kəsi. Biz bugün Müsibət Fəxrəddin əsərinin təhlilinə baxırıq. Əsər 1896-cı ildə Nəcəf bəy Vəzirov tərəfindən yazılıb və Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq faciənin, amma mənsur faciənin əsası məhz bu əsərlə qoyulub və bu janrın da tələblərinə cavab verir. Mənsur formadadır, təzahür dili nəsrləndir və 6 məclisdən ibarətdir bu əsər. Monoloqla başlayır, monoloqla da bitir. Əsər Rüstəm bəy monoloqu ilə başlayır. Saadət xanımın, yəni onun qızı olan Saadət xanımın monoloqu ilə və Sədayə Qayıbanə ilə də bitir. Əsərin başqa bir adı yenə var. Çəkmə, çəkə bilməzsən, Bərkdir fələyin yayı adlı əsərdir. Bu faciədə mənəvi azadlıq və humanizmlə bağlı ideyaları, tərəqqiyə, xoşbəxt həyata ciddi maneə olan cəhalət və nadanlığın ifşası kimi mütərəqqi fikirlər öz əksini tapıb. Baxın, hər bir cümlə test predmetidir. Xahiş edirəm, hər birini nəzərə alın. Baxın, mənəvi azadlıq və humanizm kimin ideyaları idi? Fəxrəddinlə onun timsalında olan Səadətin, orada tutaq ki, Hürü nənə də fikirlər söylüyor. Baxmayaraq ki, onlar çox az görünür. Gülbahardır, Hürü nənədir. Amma onlar da öz xüsusiyyətləri ilə yadda qalan obrazlardır. Əsərin süjet xəttində biz görürük ki, həmin bu geriliyi, nadanlığı, cəhaləti isə Rüstəm bəy və onun timsalında olan şəxslər təmsil edir. Əsərin süjet xəttində nadanlıq və cəhalətin hökm sürdüyü cəmiyyətdə yeni yaranmağa başlayan mütərəqqi qüvvələr, yəni tərəqqipərvər, inkişafa meyilli olan qüvvələrlə hakim mövqe tutan mürtəci qüvvələr, hansı ki, köhnəliyi təbliğ edirdilər, köhnəliyin tərəfində idilər, köhnə adət-ənənələri qoruyub saxlayırdılar ki, bunlar arasında ciddi fərq var idi və kəskin ziddiyyət yaradır bu fərq. Ölüm-dirim mübarizəsi təşkil eləyir bu fərq. Rüstəm bəy, Fəxrəddin bəy də ən çox diqqəti cəlb eləyən obrazlardır. Çünki bunlar əsas konflikt tərəfləridir. Bilirik ki, dram əsərlərində konflikt mütləq olmalıdır və bu konflikt tərəfləri bəzən qarşılaşa bilir, bəzənsə yox. Rüstəm bəy pyesin lap əvvəlində monoloqu var və Rüstəm bəyin orada onun düşüncələrini, həyata baxışını, xarakterindəki mühüm cəhətləri ortaya çıxarır həmin bu monoloq. Rüstəm bəyin pyesin əvvəlindəki monoloqu həm də köhnəliklə yeniliyin, üz-üzə gələcəyindən, hadisələrin kəskin istiqamət alacağından xəbər verirdi. Rüstəm bəy mühafizəkarlığı, qəddarlığı, özünü Fəxrəddinlə münasibətində, sonra, yəni bu Rüstəm bəyin mühafizəkarlığı, hansı ki, köhnəliyi müdafiə etmək mühafizəkarlıq sayılır. Qəddarlığı, hansı ki, deməli, bəylərin həyatını məhv eləmişdi, yurd yuvasını məhv eləmişdi. O bəylərin də əslində Heydər bəydir, Cümşüd bəydir, Kərim bəydir. Bunların hamısının qohumluğu çatırdı əslində Fəxrəddinlə, yəni tanış adamları idilər bir-birlərinə. Və bunların hamısının başına gətirdikləri ilə fəxr eləyirdi bir növ. Özünü qəhrəman sayırdı. Yəni əslində Rüstəm bəy dövrün insanıdır, mühitin insanıdır, mühitin yetirməsidir, həmin mühitin yetirməsidir. Bəlkə də başqa bir mühitdə doğulsaydı, böyüsəydi, belə düşünməzdi. Yəni qan davasını, eyni zamanda bu qan davasının yəni səbəbi olan bu geriliyi, nadanlığı təbliğ eləməzdi, cəhaləti təbliğ eləməzdi öz əməlləri ilə. Və burada belə bir şey də var ki, həmin bu Rüstəm bəy öz danışıqlarında, əməllərində göstərir ki, necə bir insandır. Yəni, necə bir insan olduğunu onun əməlləri göstərir onsuz da. Mədəni geriliyin səbəbi, nəticəsi daha doğrusu olan bu cəhalət və nadanlığın qan intiqamı kimi mənfi adətlərin hökm sürdüyü, günahsız insanların qətlə yetirilməsi, sanki bir qəhrəmanlıq kimi göstərildiyi bir mühitin yetirməsidir Rüstəm bəy obrazı. O xudbin bir insan idi, yəni ancaq özünü düşünürdü. Mənəmlik hisslərinə qurban verdiyi övladlarının ölümündən sarsılır Rüstəm bəy əslində və onun bu faciəsi isə əslində elə köhnəliyin faciəsidir. Orada deyir ki, məni öldürün ay cəmaət, mən bir imanı sağ qoymayın. Əslində bu belə deməklə öz məğlubiyyətini qəbul eləmiş olur və etiraf etmiş olur bir növ.
Ziddiyyətli obrazdır Rüstəm bəy. Nə üçün? Onun mənfi xüsusiyyətləri olduğu kimi müsbət tərəfləri də var. Məsələn, qızını oxutdurması, sonra oğullarına olan, yəni övladlarına olan ümumiyyətlə məhəbbəti, daha sonra onun nökərlərinə olan münasibəti, ata kimi onlara qayğı göstərir, nəvaziş göstərir və öz səhvini dərk eləyir. Bunların hamısı onu ziddiyyətli eləyir əslində. Rüstəm bəyi. Rüstəm bəy əslində mülkədar bir insan idi, mülkədar obrazıdır. Və bunun mövzusunu da indi görəcəksiniz, mülkədar həyatından götürülüb deyilir bəzi məqamlarda. Başqa hansı mülkədar obrazı var idi ki, o da ziddiyyətli idi? O Cahandar ağa idi, o da mülkədar idi. Baxın, belə yadda saxlaya bilərsiniz ki, iki mülkədar obrazı, ikisi ziddiyyətlidir. Cahandar ağa da, Rüstəm bəy də. Bir dənə əlavə olaraq da, məsələn, Keçəl Həmzə ziddiyyətli obrazdır. Sadəcə Keçəl Həmzə bunlardan fərqli olaraq kasıb obrazdır. Və burada görürük ki, təhsilini tamamlayıb vətənə dönən Fəxrəddinin də əslində böyük arzuları var idi. Xalqının maariflənməsi, ölkəsinin qabaqcıl mədəni ölkələr sırasında yer almasını istəyirdi. Necə ki, Məhəmməd Haydi ölkəsinin imzasını, öz imzasını imzalar içərisində görmək istəyirdi. Yəni, xalqını inkişaf elətdirmək, millətini, dövlətini inkişaf elətdirmək istəyirdi. Fəxrəddin də vaxt itirmədən nə edir? Fəaliyyətə başlayır. Tutaq ki, öz cib xərci ilə, özünün xərcləri ilə xəstəxana tikdirir, açdırır daha doğrusu, məktəb açdırır, təsərrüfatını yenidən qurur, bağ-bağat qurur. Gələcəkdə daha da bu təsərrüfatı genişləndirməyi planlaşdırır. Hətta həkim də gətizdirir, mama gətizdirir, doğum həkimi. Bunların hamısı onun maarifpərvər bir obraz olduğunu göstərir. Necə ki, Səadət xanım da belə idi. Onu da maarifpərvər götürmək olar. Çünki o da Fəxrəddinin ideallarını davam etdirmək istəyir. Əsərin mövzusu mülkədar həyatından götürülsə də, belə bir fikir də irəli sürülür ki, bəzi ədəbiyyatşünaslar deyirlər ki, bəs mülkədar məişətindən danışılıb, amma burada ədavət də var, qan davası da var. Lakin burada fikir verin, qoyulmuş problemlər daha çoxdur. Yəni, mövzu dairəsi daha genişdir. Daha qabarıq şəkildə ifadə olunub, dramatik şəkildə ifadə olunub. İdeyası aydındır ki, köhnəlik və nadanlıq bəlasının tənqidinə, tərəqqi və inkişafın isə təbliğinə yönəlib, maarifçiliyin inkişafına yönəlib bu əsər və konflikt tərəfləri də elə həmin bu insanlardır ki, Rüstəm bəydir köhnəliyi, Fəxrəddin bəy isə yəni maarifçiliyi təbliğ edir. Forma xüsusiyyətlərinə gəlincə bilirik ki, dramatik növün faciə janrında qələmə alınıb, təzahür dili nəsrdir, dialoq və monoloqlara geniş yer verilib, əsər 6 məclisdən ibarətdir. Gələk əsərin özünə görək burada nədən danışılır. Deməli, əsərdə kimlər var? Birinci növbədə baxaq. Fəxrəddin bəy, cavan oğlan, Darülfünun, əvvəllər universitetdə Darülfünun deyilirdi. Mələk xanım onun anasıdır və bunun heç də elə bu Rüstəm bəydən fərqi yoxdur. O da Rüstəm bəy kimi intiqam sevən bir xanımdır. Şahmar bəy də onun cavan oğludur. Əslində o hər biri öz xüsusiyyətlərinə görə bir-birinə fərqlənir bunların. Şahmar bəy məsələn Fəxrəddindən fərqlidir biraz. Xəlildir, Hacı Muraddır, bunlar da cavan nökərlərdir. Rüstəm bəydir, mülkədardır, böyük bir mülkədardır. Mahmud bəy də onun gənc oğludur. Səadət xanım qızıdır, Gülbahar xanım isə Mahmud bəyin həyat yoldaşıdır və Fəxrəddinin də bacısıdır. Əhməd və Vəli isə Rüstəm bəyin nökərləridir. Hürü xanım, Hürü nənə qoca qadındır və qulluqçudur, bəzən ona daya da deyilir. Cahangir bəy isə gənc oğlandır və o da mülkədardır. Belə bir məsələni irəli sürək. Deməli, əslində Hüseyn Cavidin də ana əsərində görürük ki, bu Cahangir obrazına bənzəyən bir Orxan obrazı var. O da, məsələn, o əsərlə bu əsəri ortaq qılan məsələlər var, birləşdirən məsələlər var. Məsələn, hər ikisində görürük ki, faciənin əsası qoyulub. Sadəcə birində mənzum romantik faciənin, birində isə mənsur faciənin əsası qoyulub. Və hər iki əsərdə də bir qadına görə, bir qıza görə müxtəlif qütblər var sevmək məsələsinə görə. Məsələn, orada Orxan İsməti sevirdi, İsmət onu qəbul eləmirdisə, burada da Cahangir Səadəti sevir, Səadət onu qəbul eləmir, deyir, məndən inciməsin. Yəni, hər ikisində belə bir ortaq xüsusiyyət var və başqa xüsusiyyətlər də var ki, onu da irəliləyən səhifələrdə görəcəyik. Fərhad və Məhərrəm də bu Cahangir bəyin dostları, necə ki, Orxanın da dostları Murad və İzzət idi ana əsərində.
Əvvəlinci məclis harda baş verir? Rüstəm bəyin otağında, Avropa qaydasında. Testə düşə bilər ki, şərq qaydasında olan, yəni qəsdən belə verə bilərlər. Baxmayaraq ki, köhnə fikirli idi Rüstəm bəy, amma otağı görürük ki, Avropa qaydasında bəzənib və Rüstəm bəy təkdir. Təkdirsə deməli monoloq olacaq bunun danışığı. İndiyə qədər deyir ki, indiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam. Deməli, heç vaxt qaçmayıb düşmənin qarşısından Rüstəm bəyin danışığından görürük. Həmişə və hər yerdə düşmənə faiq gəlmişəm. Yəni düşmənin öhdəsindən gəlmişəm. Bir Allahdan savayı heç kəsdən qorxmamışam. Deməli, testə sual düşə bilər ki, əsərdə Rüstəm bəyin monoloqunda görürük ki, heç kəsdən, heç nədən qorxmadığını göstərir, amma əslində Allahdan qorxduğunu görürük. Amma niyəsə qorxsa belə Allahdan durub onun bəndələrini günahsız yerə öldürür. Bu bir ziddiyyətdir əslində. Mən haman Rüstəməm ki, top dağıtmaz Cümşüd bəyin. Kimin? Top dağıtmaz Cümşüd bəyin. Evini neyniyib xaraba qoyub. Mənə bir təşəxxüs satmaqdan, yəni buna bir lovğalıq eləməkdən, təşəxxüs satmaq, lovğalanmaq deməkdir. Kərim xanın da yurdunu xaraba qoyur. Deməli, həm Cümşüd bəyin evini, həm də Kərim xanın yurdunu neyniyir? Xaraba qoyur. Tarmar eləyir, evinə od vurur, külün də havaya sovurur. Necə qəddar bir insan olduğunu görmüş oluruq. İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam. Deməli, Fəxrəddini nə hesab eləyir? Ağzından süd iyi gələn cavan. Bir at görməmiş, baxın, at görməmiş. Tüfəng əlinə almamış. Deməli, at, tüfəng almaq, yəni at sürmək, tüfəng oynatmaq, tüfənglə nələrsə eləmək, ona görə bir qəhrəmanlıqdır. Övrət sifətdə uşaq, yəni qadın sifətdə uşaq deyir ona. Çünki ona görə kişilik rəmzi məhz at sürmək, tüfəng oynatmaqdır. Necə ki, Cahandar ağada tutaq ki, atı, papağı və arvadı namus hesab eləyirdi. Bu da onun kimi. Mən Rüstəm zəmanə heç vaxt deyir və təbəssüm eləyir. Deməli, özünü nə hesab eləyir Rüstəm? Rüstəm zəmanə hesab edir. Testə düşsə diqqətli oluruq. Növbəti test deyirəm, özür istəyirəm. Növbəti məsələlərə baxaq. Görək Fəxrəddinin atası Heydər bəydən Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı qabağımda, dovşan tazı qabağında qaçan kimi vazıyırdı. Deməli, Heydər bəyin bu Rüstəm bəyin qarşısından qaçmasını onun dovşanın tazı qabağından qaçmasına bənzədir. Bilirik ki, tazı dovşandan düşməndir əslində. Yəni, tazı dovşanı tutub yeyir. Bu da həmin ona bənzədir ki, tazı qabağında qaçan dovşana bənzir bu Heydər bəy. Deyir, özünü öldürtdüm. Deməli, özünü öldürtdürüb. Özü öldürməyib. Kiməsə elətdirib bunu. Qızını güclə oğluma gətirdim. Söhbət Gülbahardan gedir. Mahmuda gətirib deyir. Qardaşlarım bu vilayətdən itirdim. Yəni, Heydər bəyin qardaşlarından söhbət gedir ki, onlar da neyniyib? Bu vilayətdən itirib. İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, sən çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın. Deməli, bunun belə qeyzə gəlməyinin bir səbəbi də odur ki, Fəxrəddin oxuyub gəlib, burada nəsə xeyirli bir işlər görür, bu da buna pis təsir eləyir. Yəni, deyir ki, nə üçün mənim oğlum ölüb qanı yerdə qalsın, bunun isə adı sanı çıxsın. Yəni, bir növ paxıllıq da var bunda, bir həsəd var, həsəd aparır və deyir, o mən deyiləm, uzun bir sükut olur arada. Sonra isə Əhməd və Vəlini çağırır, hərgah onu atası yolu göndərməsəm, yəni atasının dalınca göndərməsəm, yəni öldürməsəm, bu papaq mənə övrət ləçəyi olsun. Papağı qeyrət rəmzi hesab elədiyi üçün qadın örpəyinə bənzədir. Əgər həmin bu hərəkətləri eləməsə, yəni papağım boş qalsın deyirlər. Yəni, necə deyim sizə, qeyrət rəmzi hesab elədiyi üçün artıq onu yəni qadının ləçəyinə bənzədərək aşağılayır da bir növ. Papağını da alçaldır ki, hə, papaq belə olsa, yəni mən belə eləsəm, eləyə bilməsəm, atasının dalınca onu göndərməsəm, papağım övrət ləçəyi olsun. Yəni qadın örpəyi, baş örpəyi olsun.
Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər deyir. Mən gərək o evi xaraba qoyam. Deməli bu evi də, yəni Fəxrəddinin olduğu evi də xarabaya çevirmək istəyir. Necə ki, Top Dağıtmaz Cümşüdün Kərim xanın evini xaraba qoymuşdu. Bu yazığın da evini xaraba qoymaq istəyir və deyir ki, bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər. Mən gərək o evi xaraba qoyam. Yəni belə çıxır ki, Fəxrəddinə əslində biraz qibtə də eləyir. Çünki qibtə eləməsəydi, onu dəyərsiz hesab eləsəydi, deyərdi ki, əşi, neynirəm, mən Fəxrəddinlə nə işim var? Amma gör ki, Fəxrəddin təhsillidir, ağıllıdır, ziyalıdır. Və Rəşidə də o qədər dəyər verir ki, fikirləşir ki, elə Rəşidin qanına olan, yəni əvəz olan məhz Fəxrəddin ola bilər. Daha sonra isə deyir ki, bu Əhməd və Vəli gəlir və xəncər tapanca ilə daxil olurlar təbii ki, elə belə yox. Rüstəm bəy deyir ki, Fəxrəddin bəy Heydəroğlu. Deyirlər gəlibdir. Onu görəniniz varmı? Ölənəcən mənlə əlləşən atası Heydər bəyə bənzəyirmi? Baxın, ilk sualı belə olur ki, demir ki, Fəxrəddini gedin tutun, gətirin, nə bilim, öldürün. İlk sualı sadəcə belə olur ki, Fəxrəddin bəy Heydəroğlu. Yəni, bunu deyir, gəlibdir. Görəniniz varmı? Ölənəcən mənlə əlləşən atası, yəni belə çıxır ki, Heydər bəy də ondan ədavət saxlayırmış və ona görə də onu öldürtdürür. Deyir, ona bənzəyirmi? Əhməd cavab verir. Çox maraqlıdır ki, bunun bir neçə sualı olur ki, hamısı da demək olar Əhməd cavab verir, Vəli də cavab verir, amma Vəli çox az. Əhməd daha çox cavab verir. Bu Əhməd obrazını yadda saxlayaq, çünki bunda çox şey var. Xeyr, aha, görməmişik. Ancaq belə söyləyirlər ki, çox qəribə oğlandı, alçaq, mülayim. Aha, deyir, qəribə oğlandı, alçaq və mülayimdir, deyir. Əlavə də deyirlər ki, öz rəiyyəti üçün mülkündə azarxana, yəni xəstəxana və məktəbxana, yəni tədris məktəb olan bir yer, məktəb tədris mərkəzi kimi deyək də bir yer açdırıb və eyni zamanda həkim və mama gətirib. Yəni doğum həkimi gətirib, bir də adi bir həkim gətirib, can həkimi gətirib deyək. Bunların hamısını Əhmədin dilindən öyrənmiş oluruq ki, Fəxrəddin belə bir işlər görüb. İlk növbədə. Rüstəm bəy də deyir ki, eşitmişəm. Deməli, əslində Rüstəm bəy bunları bilirdi. Sadəcə o ağzından söz alır Əhmədin ki, görək bunların ağzından əlavə söz almaq istəyir ki, görün başqa nə var, nə yox. Yəni bunları eşitibsən demə. Fəxrəddin tamam dünyanın gözü olsa, yenə mənim oğlum Rəşidin əvəzi deyil. Deyir ki, onu Heydər bəy para-para eləmişdi. Deyir ki, bax bayaq deyir ki, bunu da fikirlər gah belədir, gah da elə. Gah deyir ki, Rəşidin qanı ancaq Fəxrəddin ola bilər. Gah da deyir ki, Fəxrəddin tamam dünyanın gözü olsa, yenə mənim oğlum Rəşidin əvəzi deyil. Yəni, ona tay ola bilməz deyir. Və Heydər bəyin onu para-para elədiyini də biz elə Rüstəmin öz dilindən öyrənmiş oluruq. Nə qədər Fəxrəddin gözəl olsa, nə qədər kəmallı, ağıllı olsa, mənə bir o qədər xoşdur. Çünki onu qəza oğlumun qanına layiq əvəz göndərib. Yəni deyir ki, tali onu mənim oğlumun qanına layiq əvəz göndərib. Mənim üçün məqami intiqam, yəni mənim üçün intiqam məqamıdır deyir və sakitlik olur yenə. Əhməd, Vəli, Rəşidimin yadigarları. Aha, Əhməd və Vəli Rəşidin yadigarları hesab edir. Yəqin ki, bunlar Rəşidlə dost olublar. O bədbəxt gecə Rəşid can verən zaman biz əhd peyman elədik. Deməli, öz aralarında əhd peyman eləyiblər, əl tutuşublar və bu əhd peyman nədir bilmirik, amma deyir ki, onu yadınızdan çıxarmayıbsınız ki. Yəni, yadınızdan çıxmayıb ki, deyir. Və görək indi buna nə cavab verəcəklər. Deyirlər ki, Əhməd deyir yenə ki, bəs elə halət, elə məqam yaddan çıxa bilməz. Mümkün deyil və adını kişi qoyanın sözü bir gərək, başımızda papaqdır, başımızdakı papaqdır, bu da papağı qeyrət hesab eləyir, övrət ləçəyi deyil. Bu da məhz ağzı kimi, o da deyir ki, başımızdakı papaq övrət ləçəyi deyil, yəni qadın örpəyi deyil. Belə bir şey irəli sürür. Sonra Vəli danışır, Vəli də deyir ki, əvvəl-axır ölümdür ağa. Qoy can puç olsun, qeyrət yolunda, namus yolunda. Rəşid ağamın müsibətini unutmaq olmaz. Rəşidi də özünə ağa hesab eləyir və deyir ki, qoy canımız da elə puç olsun, getsin, qeyrət yolunda, namus yolunda. Bunu da Vəli deyir
Və Rüstəm bəy təzədən deyir ki, cavabınız mərd igidin cavabıdır. Çörəyim sizə halal olsun. Əgər sizlə bir yerdə oğlum biçarə Rəşidim sağ olsaydı, o da mənə belə cavab verərdi deyir. Deməli, ümumiyyətlə biz əsər boyu Rüstəm bəyin Rəşidin yerinə düşündüyünü, sonra Mahmud bəyin də yerinə düşündüyünü görürük. Yəni əvvəlcədən beynində bir ssenarilər qurur ki, belə bir situasiyalar yaradır ki, Mahmud bəy əgər arvadının sözünü dinləsə, bir qeyrətdir, mənə elə oğul lazım deyil. Burada da deyir ki, Rəşid bəy sağ olsaydı belə düşünərdi. Yəni hərəsi haqqında bir fikrə düşür, bir xəyala düşür Rüstəm bəy. Və burada öz-özünə deyir ki, bəs hardasan ay oğul, belimi sındıran oğul, yaraların yadıma düşəndə dünya və aləm başıma aylanır, bədənim od tutub yanır, başımdan tüstü çıxır. Oğul, oğul, sənin qanını yerdə qoymaram oğul. Qəbirdə rahat yat. Hərgah meydanda tək də qalsam, yenə düşməndən əl çəkməyəcəm. Deyir ki, meydanda tək də qalsam, yəni köməksiz, kimsəsiz, yenə də düşməndən əl çəkən deyiləm. Daha sonra bu Əhmədlə Vəli gedirlər və Rüstəm bəy yenə tək qalır və yenə tək olaraq düşünür ki, mənim baxın, bayaq Rəşidin yerinə düşünürdü. İndi isə yenə Mahmudun yerinə düşünür ki, deyir ki, əgər mənim oğlum Mahmudda namus, qeyrət olsaydı, mənim nişanələrimin 100%-i onda tapılsaydı, o indiyə kimi qardaşının intiqamını almışdı. Yəni Mahmud da mənim kimi mənə oxşasaydı, mənim kimi düşünsəydi, çoxdan almışdı Rəşidin intiqamını. Amma belə deyil Mahmud. Çünki Mahmud, nə də Səadət xanım, heç biri atasına bənzəmir. Bəlkə də Rəşid də bənzəmirmiş, amma bunu bilmək olmaz. Sadəcə olaraq biz Mahmudun da, Səadət xanımın da dialoqundan görürük ki, və yaxud monoloqlarından görürük ki, onlar əslində dava eləməyi, qan tökməyi istəmirlər. Yəni atalarına heç cür bənzəmirlər. Deyir ki, heyf sənə oğul, Rəşid, and olsun Rəşid bəyin qəbrinə, hərgah Mahmud övrətin sözünə baxıb bir qeyrətliyi qəbul eləsə, yəni qadının, yoldaşının sözünə baxıb bir qeyrətliyi qəbul eləsə, mən onu bir də oğul deyib çağırmayacam. Ölüb ya itmiş hesab eləyəcəm. Yəni deyir ki, mən onu oğulluqdan rədd eləyəcəm də, bir növ elə biləcəm ki, ya ölüb ya da itib. Deyir ki, mənim oğlum gərək mənim özümə oxşasın. Bir qeyrət oğul mənə lazım deyil. Rəşid əlimdən getdi, ölmədim. Mahmud gedəndə nə olacaq? Yəni əslində görürsüz, Rəşidin ölməyi də onun üçün bir fərqi yoxdur. Yəni deyir ki, Rəşid əlimdən getdi, yəni dünyasını dəyişdi, öldü. Mənə heç nə olmadı, ölmədim. Mahmud ölsə nə fərqi var? Yəni övladlarının ölümünün onun üçün heç bir fərqi yoxdur. Onun üçün əsas önəmli olan alacağı intiqamdır. Yəni el arasında özünü göstərir ki, mən qanı yerdə qoymadım. Yəni onun üçün əsas olan mənəmliyidir, mənəmliyi, xudbinliyidir. Yoxsa belə oğlunun dünyasını dəyişməyi filan onun üçün heç bir fərq eləmir. Deyir ki, dünyada ömr eləmə, elədinsə qeyrəti, namusu əldən vermə. Belə bir ifadə işdədir. Mahmud bəy daxil olub deyir ki, bəs mənə nə buyurursunuz? Çünki onu çağırtdırmışdı. Rüstəm bəy də deyir ki, sənin məhəbbətin, Mahmud, sənin məhəbbətin məni vadar elədi ki, baxın, əsərdə demişdi ki, Rüstəm bəy, güclə gedib qızını, yəni əvvəldə demişdi ki, Heydər bəyin özünü öldürtdüm, güclə qızını gətirtdim. Burada deyir ki, Mahmud, sənin məhəbbətin məni vadar elədi. Mən də gedib düşmən qızını gətirdim. Cəbrən, yəni məcburən və evimdə gəlin elədim. Mən öləndən sonra dövlətimə şərik. Baxın, çox incə məqamlar var. Yəni demək istəyir ki, mən öləndən sonra axı bu mülkədarı idi, var dövləti var idi da. Öləndən sonra da dövlətimə şərik olacaq həmin o qız. Demirəm pisdir, göyçək deyil, ağılsız, kəmalsızdır. Deməli onun pis olduğunu düşünmür, çirkin olduğunu düşünmür, ağılsız olduğunu düşünmür. Sadəcə onu yandıran, onun əsas qarnının ağrısı oydu ki, bu düşmənin qızıdır və bu düşmənçilik ki, bu saat bizim aramızda var və həmişə olacaq, Gülbahar mənim evimdə qala bilməz. Bəs bunu qabaqcadan niyə düşünmürdü?
əlavə müsibətlə gələn qızı, əlavə deyir, əlavə olaraq müsibətlə gələn qızı düşmən qapısına geri qaytarmaq özü bir müsibətdir. Gülbahar gərək getsin. Qandın ki, tələbim nədir? Səndən cavab gözləyirəm. De görüm sözün nədir? Mahmud bəy deyir ki, məni bağışlayın ata. Hərgah məhəbbət, necə ki buyurursunuz, sizi vadar elədi gəlin barəsində cəbrən iş görməyə. Ola bilərmi ki, həmin məhəbbət mane ola ikinci cəbrə və zülmə? Yəni, deyir ki, bu məhəbbət olarmı ki, ikinci bir zülmə, ikinci bir əziyyətə, məcburiyyətə mane ola? Rüstəm də deyir ki, ola bilməz. İkinci təklif. Birinci təklifi buydu. Yəni Gülbaharı qaytarmaq. İkinci təklifi isə odur ki, hazırsanmı Heydər bəyin evin tarmar etməyə? Yəni tək qaytarmaqdan o yana dursun, həm də qaytarandan sonra da Heydər bəyin evini yıxıb tökməyə. Söhbət Fəxrəddingildən gedir ki, o evdən söhbət gedir ki, onları məhv eləmək, yurdunda da bayquşlatmaq. Yəni yurdunda bayquşlatmaq nə deməkdir? Heç kəs qalmır orada, xarabalığa çevrilir və Rəşid bəyin də qanını alır. Mahmud bəy deyir ki, bəs sahib ixtiyarsınız. Siz deyir, ixtiyar sahibisiniz. Amma Fəxrəddin bəyin haqqında doğrusu insaf yol vermir. Baxın, nə fikirləşir? Deyir, insaf yol vermir. Çünki o biçarə bitəqsir deyən təqsirsizdir. Və özü o vaxt burada olmayıb. Yəni, belə çıxır ki, ay Mahmud, sən də onun burada olsaydı təqsiri bilərdin. Deməli, belə çıxır ki, burada Mahmud bəy atasına demək istəyir ki, yəni o Heydər bəy Rəşidi öldürəndə filan, o burada olmayıb da, onun günahı nədir? Rüstəm bəy də əsəbləşir, deyir ki, hay Mahmud, mən elə qabaqcadan bilirdim sənin cavabını. Heyf sənə, Rəşid yenə heyf sənə deyir və heyfslənir. Yaraların sübut edirdilər ki, düşmənə asanlıqla can verməmisən, biçarə oğul, belimi sındıran oğul. Yəni, deyir ki, sənin düşmənin səni çox əziyyətlə öldürüb. Yaraların da bunu sübut eləyir. Yenə Rəşidlə danışır xəyalən. Mahmuda da bildirir ki, sənin cavabını qabaqcadan bilirdim. Əslində, Rüstəm bəy hər şeyi qabaqcadan, çox şeyi qabaqcadan bilir. Sadəcə yoxlamaq istəyir də qarşısındakini. İnanın ata, Rəşid bəyin müsibəti necə ki sizə rahatlıq vermir, elə mənim özümə də rahatlıq vermir. Ancaq ata, Allah xatirinə məni vadar eləməyin nahaq qan tökməyə. Deməli, biz yazıq Mahmudun dilindən öyrənirik ki, o da nahaq qan tökməyin əleyhinədir. Fəxrəddin kimi, Səadət kimi. Yəni, bunlar nahaq qan tökmək istəmirlər. Çünki mütərəqqi ideyalar sahibidirlər və zülm eləməyə. Rüstəm bəy də deyir ki, kifayətdir, acıqlı idi və gedə bilərsən. Mahmud bəy gedə-gedə kənara deyir ki, belə ki, sən başlamısan, öz evində bayquş ulayacaq. Və Mahmud bəy dediyi kimi də olur. Deməli, Mahmud bəyin də görürsünüz, mən sizə əvvəlcədən demişdim ki, bəs biz burada Mahmud bəyin də öz danışığında, Səadətin də öz danışığında görürük ki, onlar qətiyyən qan davasına, söz-söhbətə razı deyirlər. Və daha sonra Rüstəm bəy tək qalır və yenə monoloqu var, deyir, Rəşid, qanını yerdə qoymaram, yoxsa oturduğum yerdə sinəm partlayıb bağrım çatlar. Bu bir qaranlıq gecədə gədələri götürüb gedərəm, od vuraram evlərinə, tayalarına və çölə çıxanı gülləbaran edərəm. Baxın, belə bir şey deyək də, bu Fəxrəddin gələnə qədər nə üçün bu intiqam fikrinə düşməmişdir Rüstəm bəy? Yəni, Şahmar bəy də var da, Fəxrəddinin qardaşı. Onu da öldürtürə bilərdi. Nə üçün sırf Fəxrəddin? Çünki burada biz, bayaq da dediyim kimi, biz burada həsədini görürük. Rüstəm bəy həsəd aparır ona, pis mənada həsəd aparır. Çünki onu sağ yaşatmaq istəmirdi, sağ qoymaq istəmir. Belə bir maarifçi obrazı öldürmək istəyir. Bu əslində, bilirsiniz nə demək istəyir bizə müəllif, nəyə çatdırmaq istəyir? Maarifçiliyi, maarifçi obrazları qaragüruçuların, o dövrün insanlarının, mülkədarlarının gözünün götürməməyidir. Çünki həmin obrazlar, həmin insanlar
öz maarifçiliyini, öz ziyalılıq nümunəsini hər kəsə göstərə bilərdi. Düzdür, əslində öz qızını oxutdurmuşdu Rüstəm bəy, amma yenə də belə bir insanın ölümünə səbəb olur. Və burada da deyir ki, Rəşid daha doğrusu, bilsəm ki, evim tarmar olacaq, yurdum itəcək, yenə sənin qanıvu yerdə qoymayacağam, oğul. Burada biraz ləhcə ilə danışır. Evlərini Qars qalası eləsələrdi. Baxın, bu Qars qalası söhbətini yadda saxlayaq. Qars qalası eləsələr də 100 nəfər adam da orada olsa, yenə gərək mən intiqamımı yerdə qoymayam. Mənə 2 etibarlı nökərim Cahangir bəy və yoldaşlarını da qatır bura. Deməli, 2 etibarlı nökər deyəndə Əhmədlə Vəlini, Cahangir bəylə yoldaşları isə Məhərrəmlə Fərhad idi. Cahangir bəy yoldaşları, yəni Məhərrəm və Fərhad. Deməli, 5 nəfər nəzərdə tutur da bu. Belə çıxır ki, vay Mahmud, vay Mahmud. Mahmudun da, görürsünüz, Mahmud haqqında da təəssüf içərisindədir. Çünki Mahmud qan tökülməsinin əleyhinə idi. Deməli, görək indi nə olacaq? Uy qardaşlarım, ay qardaşlarım deyə, uy yazıq atamın evi. Qulaqlarım kar olaydı, bugünə əhvalatı eşitməyəydim. İndi mən neyniyim Allah? Dərdimi kimə deyim Allah? Yazıb, kağız yazıb kimlə göndərim? Nə tövr onları xəbərdar eləyim? Ağlım çaşır Allah. Mən Fəxrəddinin ölümünə tab eləyə bilmərəm Allah. Sonra da ağlayır. Oy yazıq qardaşlarım, yetim canım, yazıq canım, qərib canım sizə qurban. Ölüm mənimdir Allah. Yıxılır və gözlərini örtüb ağlayır. Daha sonra Saadət xanım daxil olur. Gülbahar nə olub? Gülbahar de görüm nə olub? Səsini çıxart Allah xatirinə, məni qorxutma. Müsibət yerdən göyəcən Saadət. Saadət canım sənə qurban. Bağrım çatlayır, aman günüdür. Gülbahar, sən məni həqiqət qorxudursan, Allah xatirinə tez ol sözünü de. Saadət, insaf məqamında sənin atan mənim atam ilə düşməndilər. Yəni, düzünü desək, sənin atan mənim atamla düşməndilər, deyir. Söhbət Heydər bəylə Rüstəmdən gedir, təbii ki. Deyir, onlar düşməndilər. Sənin atan mənim əmilərimi nahaqdan diyar saldı. Deməli, biz belə öyrənmiş oluruq ki, əziz şagirdlər, başdan mən sizə dedim ki, bu Kərim xanın, daha sonra Cümşüdün, Topdağıtmaz Cümşüdün, hamısının bir-birinin əlaqəsi var. Onlar elə Heydər bəyin tanışları idi, qohumları idi. Heydər bəyin orada görürük ki, qardaşlarını da neynir? Rüstəm bəy öz dilində də deyirdi ki, mən itirtdim öz yurtlarından. Yəni, diyar saldırıb, belə bir şey deyim, o vaxtlar qan davası olanda, kimlənsə, o məcbur olurdu ki, hansısa bir davalı, tutaq ki, biri o birisinin hansısa bir oğlunu öldürür, o onun oğlunu öldürür, axırıncı kimdə sıra olursa, o sırası olan düşmən, belə deyək də, düşmənin qapısına gedənə qədər həmin o düşmən çıxıb başqa bir diyara qaçır, köçür. Yəni, belə qaçqınlıqlar, belə köçkünlüklər çox olub. Bu cəhalət həqiqətən də olub və hətta indi də var. Bəzi ərazilərdə indi də qalmaqdadır. Deyir ki, sənin atan mənim əmlərimin nahaqdan diyar saldı, mənim atam sənin qardaşını öldürdü. Deməli, bu Heydərdən söhbət gedir artıq, sənin qardaşını öldürdü. Sənin atan mənim atamı belədir. Yəni, sənin atan da mənim atamı öldürdü deyir. Yəni, Rüstəm bəy də Heydəri öldürdü. 3 qan bunlar elədilər. Bir qan mənim atam. Yəni, atam sadəcə Rəşidi öldürüb demək istəyir də. Görək bundan sonra Fəxrəddinin təqsiri nədir? Sən istəyirdinmi ki, Fəxrəddini? Oy, dilim ağzım qurusun Allah. Saadət xanım da deyir ki, Fəxrəddinin başından bir tük əskik olunca mənim 2 gözlərim kör olsun Gülbahar. Allah xatirinə gödək danış, yəni qısa danış, görüm təzədən qəza başımıza nə gətirmək istəyir. Gülbahar xanım deyir ki, bu saat mən eşitdim, Allah heç bacılara göstərməsin. Rüstəm bəy nökərlər ilə məsləhət gördülər ki, bir qaranlıq gecədə gedib mənim atamın evini yandırsınlar.
və çölə çıxanı gülləbaran eləsinlər. Fikirləri Fəxrəddini öldürməkdir. Fəxrəddin deyir, baxın belə bir şey var, deyir Fəxrəddin 3 ay deyil Almaniyadan gəlibdir. Kimin dilindən öyrənirik? Gülbaharın dilindən öyrənirik. Mən onu görməmişəm. Belə zülm olarmı ki, bunlar başlamaq istəyirlər? Deməli, Fəxrəddin gələndən bəri Gülbahar onu görməyib. Axı, qaynatası onun düşmənidir, o necə getsin? İcazəsiz gedə bilməzdi. Getsə də bunu əgər Rüstəm bilsə, Gülbaharı da öldürə bilərdi. Deyir ki, mən onu görməmişəm. Səadət xanım da deyir ki, uşaq olma, səbr elə. Bu saat Hürü nənə, ay Hürü nənə çağırır. Ancaq təvəqqə edirəm, rəftarında təğyir olmasın və özünü arxayın saxlayasan. Eşidirsənmi? Hürü daxil olub. Belə nə var? Hürü nənə sizə qurban. Səadət xanım deyir ki, Hürü nənə, bu saat evdən xəlvət çıxarsan, düz Fəxrəddin bəyin yanına. Deməli, əziz dinləyicilər, birinci növbədə Hürü nənə Fəxrəddinin yanına gedəcək. Təkcə özünə deyərsən ki, bizim qırılmışlar sözü bir yerə qoyublar ki, gedib onların evlərini bir qaranlıq gecədə yandırsınlar. Öz qohumları haqqında Səadət xanım nə deyir? Atası və atasının nökərləri haqqında qırılmışlar deyir. Gedib onların evlərini bir qaranlıq gecədə deyir, yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər. Və bu işdən ötürü Cahangir bəyi də köməyə çağırmaq istəyirlər. Deməli, biz Səadət xanımın dilindən öyrənmiş oluruq ki, Cahangir bəyi də köməyə çağırmaq istəyirlər. Fəxrəddindən təvəqqə eləyirəm, bu xaraba vilayətdən baş götürüb getsin. Deməli, Səadət xanım Fəxrəddinin çıxıb getməyini istəyirdi. Bu dağılmışda, qalmasın bu dağılmışda. O ki, qaldı mənə, mənim fikrimi çəkməsin. Onun hər yerdə olsa salamatlığı məndən ötürü kifayətdir. Deyir ki, tək ki xoşbəxt olsun, tək ki sağ olsun, salamat olsun, amma uzaqda olsa da olar. Mən ölənəcəm, bivəfalıq etməyəcəm, yəni sadiq olacam ona. Nə qədər canım sağdır, bu canımı onun yolunda qoymuşam, deyir. Yəni, belə çıxır ki, həqiqətən də Səadət ona sadiq bir obrazdır, Fəxrəddinə sadiq bir obrazdır. Bircə bu kişiyə deyən gərək Hürü deyir ki, ay biiman. Aha, baxın, öz ağasını biiman adlandırır, imansız adlandırır. Bu Fəxrəddin həmən Fəxrəddindir ki, qızın Səadəti 6-7 il oxudub. Belə çıxır ki, Səadətin müəllimi olub Fəxrəddin. 6-7 il ərzində tamam vilayətin gözü eləyib. İndi bu da onun əvəzidir ki, ay bi-iman, yəni ay imansız, başı batmış deyir hətta. Hərgah Səadət bu qədər oxumasaydı, o da olardı bizim tayımızın biri. Yəni savadsız, təhsilsiz. İndi bax gör ki, Səadət dildən ağızdan düşmür. Səadəti bu məqama yetirən Fəxrəddin deyil, yox olasan sən, murdar olasan sən, yandım, töküldüm. Deməli, qarğışlar tökür Hürü nənə və görürük ki, Səadət təhsilli olması əslində fəxr ediləsi bir məqamdır və həqiqətən də ona fəxr eləyirlər. Nəinki qısma boğmaya salmaq. Yəni, müəllif demək istəyir ki, bəlkə də o dövrdə baxmayaraq ki, oxumuş qızların oxumasını, təhsil almasını pisləyirdilər, namussuzluq, şərəfsizlik hesab edirdilər. Amma məhz Səadət xanımın oxuması, təhsil alması təqdirə layiq olaraq görünür. Yəni, tamam fərqli bir prizmadan yanaşıb müəllif. Sonra isə Hürü nənəyə Mahmud bəy gəlib müraciət edir ki, nədir yenə ay Hürü qarı, dərvişlik eləyirsən. Yəni, bunu biraz istehsa ilə deyir. Dərvişlər, yəni məsləhət verirsən, tövsiyə verirsən. Nə olacaq? Dəli qudurmuş atan təzədən yenə baxın, dəli qudurmuş atan. Hürü qəşəngcə, yəni ona sözlər deyir. Baxmayaraq ki, ağasıdır. Yenə çarxı xoruz kimi girib meydana. Qoymaz görək dərdimiz nədir? Mahmud bəy də deyir ki, xoruza bənzədir Hürü nənə. Testə düşə bilər ki, xoruza kim bənzədir? Bu Rüstəm bəyi qeyri-adi şeylər Hürü nənədən çıxır. Əhvalatdan xəbərdaram. Deməli, Mahmud bəy bilir. Ancaq qorxmaq lazım deyil. Mən ölməmişəm ki, qoca təzə müsibət gətirə bilsin başımıza. Elə fikirləri mən pozaram, qoymaram əmələ gələ. Arxayın olun. Deməli, Mahmud bəy onları rahat salır. Deyir ki, arxayın olun, mən imkan vermərəm. Səadət xanım isə deyir ki, biz heyvan deyilik. Aha, bu heyvan məsələsi
Əkinçi şeirində də var idi. Qafqaz müsəlmanlarına xitabda da var idi. Yadımızda saxlayaq. Əkinçi şeirində heyvana bənzədən mülkədar idi. Əkinçinin həyatını, yaşayışını. Qafqaz müsəlmanlarına xitabda isə elmsiz insanı heyvana bənzədir. Bax, bu çox səsləşir bir-biri ilə əslində. Bu əsərlə o əsərin ortaq cəhəti kimi götürə bilərik. Bizə insan deyirlər. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək. Əslində bu heyvanı mənfi mənada deməyib Səadət. Sadəcə nə mənada? Yəni heyvanda şuur olmur, onda məhəbbət olmaz, onda insaf olmaz, mürüvvət olmaz heyvanda. Amma insanda bunlardan fərqli olaraq, yəni heyvanlardan fərqli olaraq bu xüsusiyyətlər var da. Hansı ki məhəbbət, insaf, mürüvvət. Atamızın bir ayağı qəbirdədir. Lazımdır ki, biz mane olaq onun vəhşi işlərinə. Nə olubdur axı? Bəs deyil. Atasının bir ayağının qəbirdə olması. Yəni ölhə-ölündə, qoca vaxtında vəhşi işlər görür deyir. Nə olubdur axı? Bəs deyil. Mahmud bəy yenə deyir ki, mən ölməmişəm ki, ikinci dəfə deyir ki, mən ölməmişəm ki, siz təşvişə düşürsünüz. Qoca kişidir, danışar, yorulub oturar yerində. Bəri gəlin, gedək bağçaya. Yəni çox rahat, relax durur burada Mahmud bəy və Səadətlə Gülbahar da qucaqlayıb aparır, gedirlər. Yəni rahat salır onları. Bəs Hürü nənə gedəcəkmi? Gəlin indi ona baxaq. Yenə Fəxrəddin bəy məclisindən danışılır burada. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz üstə bir cüt yanan şam dəftərlərə baxır. Və monoloqu var burada. Biz burada görürük ki, Rüstəm bəydən əlavə Fəxrəddinin də monoloquna yer verilib. Mənim ağlım heç kəsmir. Artıq Fəxrəddin danışır. Bayaqdan Fəxrəddin danışmırdı. Mənim ağlım heç kəsmirdi ki, kar xeyirlər bizim molla demişkən bu tezliklə tamam olaydılar. Allah qoysa bir 3-4 ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya, azərxanaya kifayət eləyər. Məndən artıq xərc istəməz. Sonra Səadət xanım qolları çirməkli dəstə açar. Deməli, burada biz görürük ki, Fəxrəddin bəy xəyallar və arzular qurur və düşünür ki, Səadət xanım da ona kömək eləyəcək. Belə bir fikirdədir burada Fəxrəddin bəy ikinci məclisin əvvəlində. Deməli, əlində açar, belində gecə-gündüz əlləşməkdə cənab Fəxrəddin bəy də özü həm bağban, həm dirlikçi, həm məktəbdə müəllim. Pis ömür deyil, hərgah qəza bivəfalıq etməsə. Görək Allaha pənah. Hacı Muradı çağırır. Deməli, Fəxrəddin özünü həm də nə kimi görür? Bağban, dirlikçi kimi görür, məktəbdə müəllim kimi görür və bu ömrü də pis ömür hesab etmir və düşünür ki, qəza bivəfalıq etməsə, yəni tali bivəfalıq eləməsə, o zaman bunların hamısı baş verəcək. Hacı Murad gəlir və deyir ki, ağa, nə buyurursunuz? Fəxrəddin deyir ki, nə var, nə yox Hacı Murad, həkim mənzilindən razıdırmı? Deməli, çağırdığı həkimə bir mənzil ayırıblar və mollanın da keyfini soruşur. Deyir ki, molla uşaqlarla dərsdən sonra uşaq kimi oynayır. Baxın, testə düşə bilər. Çox incə məqamlar var burada. Hacı Muradın dilindən görürük ki, molla uşaqlarla dərsdən sonra, yəni molla müəllim kimi düşünək də, bunu müəllimə deyilirdi. Uşaqlarla dərsdən sonra uşaq kimi oynayır. Həkim mənzilindən çox razıdır. Ələxüsus övrəti, yəni tək həkim yox, onun yoldaşı da mənzildən razıdır. İnək də ki, gəlibdir. Şadlıqlarından bilmirlər, nə inəsinlər. Ona da inək veriblər həm də bunlara. Və molla çox yaxşı oğlandı deyir. Deməli, Hacı Muradın dilində nələr öyrənmiş oluruq? Mollanın uşaqlarla dərsdən sonra uşaq kimi oynadığı, o da onun əslində yaxşı bir insan olduğuna dəlalət eləyir. Həkim və yoldaşının mənzilindən razı olduğunu, inəklərinin də olmasını göstərir. Fəxrəddin də deyir ki, çox yaxşı, təhəng çubuqları da ki, visul oldu deyir. Bəli ağa, 2 ərəbə çox təmiz çubuqlar deyir və çox pakizə deyir Fəxrəddin. Sübh tezdən hamısını bastırarsan, nə qədər fəhlə lazım olsa bağbana deyərsən, gətirsin. Əlavə şagirdlərin hamısını çıxardarsan köməyə. Çubuqları artıq saxlamaq yaxşı deyil. Burada nəsə bağban bağçılıqla bağlı bir məsələləri danışırlar. Hacı Murad da deyir ki, baş üstə ağa, molla özü hazırlaşıb əlləşməyə.
Və daha sonra Hacı Murad baş vurub gedir. Fəxrəddin bəy tək qalır yenə və deyir ki, hər iş öz yolundadır, şükür Allaha. İndi bir qalıb Rüstəm bəylə barışmaq. Deməli, yazıq Fəxrəddinin belə bir niyyəti var imiş ki, Rüstəm bəylə barışsın. Rüstəm bəydəki tamam başqa fikrə düşür. Bilmirəm onu nə tövr eləyəcəm. Dünyanın hər bir işi cəngi məğlubədir, amma vəhşi nadanlıqla cəng etmək mümkün deyil. Dünyanın hər işini məğlub eləmək olur, amma nadanlıqla müharibə eləmək, cəng eləmək, dava eləmək mümkün deyil. Neyniyək? Çünki oldun dəyirmançı, çağır gəlsin Dənkoroğlu. Yəni onun əziyyətini çəkməlisən. Neyniyək? Deməli bir ifadə işlətdi bu. Fəxrəddin bəy əslində bir neçə məsəl, atalar sözü işlədir. Bir güllə bahar olmaz. Çünki oldun dəyirmançı, çağır gəlsin Dənkoroğlu. Burada həmçinin Cahangir bəyin dilindən də biz bir atalar sözü öyrənəcəyik. Kötan nə bilir, qayış nə çəkir ifadəsini eşidəcəyik. Daha sonra görək nə var burada. Mələk xanım və Şahmar bəy daxil olurlar. Bilirik ki, Mələk xanım Fəxrəddinin anası, Şahmar bəy isə qardaşı idi. Mələk xanım da deyir ki, bəs oğul, atanın canı ağzından çıxanacan Fəxrəddin, Fəxrəddin deyib çağırdı. Güllə dəyəndən sonra onun dırnaqları ilə Kötan kimi eşdiyi yeri görsəydin, bax Kötana bənzətmə, eşdiyi yeri görsəydin, ağzından bir qarış çıxan kömür kimi qaralmış dilini görsəydin, uy Heydər, uy Heydər, məni köməksiz qoyub gedən Heydər, gözlərim kör olaydı, səni o halda görməyəydim, deyir. Fəxrəddin də deyir ki, Xudaya, gör biz müsəlman necə bədbəxt, vəhşi, nadan tayfayıq ki, bir nahaq biməna işdən ötürü bu mərtəbədə müsibətlər, düşmənçilik bəham eləmişik. Vallahi deyirəm, belə hərəkətlərə dürüst fikir verəndə belə görünür ki, güya biz müsəlman tayfaların üstə göydən lənətnamə yenib ki, işığa çıxa bilməyəcəksiniz. Həmişə zülmətdə qalıb vəhşi nadanlıq gücü ilə bir-birinizi tələf edəcəksiniz. Nitqində olan cümlələrə diqqət eləyək. Müsəlman millətini, müsəlmanları daha doğrusu bədbəxt vəhşi nadan tayfa hesab eləyir və düşünür ki, belə görünür ki, deyir, güya biz müsəlman tayfaların üstə göydən lənətnamə yağıb, lənət yağıb və deyiblər ki, siz həmişə zülmətdə qalacaqsınız, bir-birinizi tələf eləyəcəksiniz. Aşkar görürəm, sübut uzaqda deyil. Yəni bunların hamısı aşkardır deyir. Mən buraya gələn 3 ay deyil, bu 3 ayın ərzində 200 adam, dəxi də artıq elə bizim ətrafda bir-birini tələf ediblər. Nə qədər adam? 200 adam bir-birini öldürüblər. Dəhşət. 3 ay ərzində. Və məgər bu vəhşi nadanlıqdan deyil, baxın, obrazın dili ilə biz müəllifin verdiyi ideyanı öyrənmiş oluruq. İnsaf yox, mürüvvət qanacaq, tərbiyyət yox. Məgər şəriət bizə göstərən yol budur? Deməli, belə çıxır ki, şəriəti doğru bilmirlər. Necə ki, deyirdi bunu Qafqaz müsəlmanlarına xitabda Seyyid Əzim Şirvani. Şəriəti bilməməyin nəticələrini göstərirdi. Burada da həmçinin şəriəti doğru bilməyən insanlar deyir ki, insaf məqamında durun, anacan, qardaşım, axır mənim atam Rüstəm bəyin cavan oğlunu tikə-tikə eləmişdi. Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid bəyin ölümü atasını, qardaşını yandırır. Siz nə insafla işə bir göz ilə baxırsınız. Deməli, haqq verir əslində Rüstəm bəyin bu, necə deyək, dərdinə şərik olur bir növ. Deyir ki, bir tərəfli baxmayın. O da deyir ki, oğul, 5 il üzü qibləyə namaz qılıb Allahı çağırıb yolunu gözləmişəm. Deməli, belə çıxır ki, mələyin dilindən öyrənirik ki, oğlu 5 il ərzində Almaniyada təhsil alıb və o da mələk də onun yolunu gözləyib. Və yolunu gözləyib ki, nəsə bir iş eləsin də Fəxrəddin. Və indi də deyir ki, sən yolunu gözləmişəm, sən də belə düşünürsən. Fəxrəddin də deyir, çox uzun danışdıq, kifayətdir. Mənim axır sözüm budur ki, mən cəllad deyiləm, adam öldürəm. Belə çıxır ki, mələk də ondan umurdu ki, Rüstəm bəydən qisas alsın. Yəni, dediyim kimi, mələk də intiqam hissi ilə yaşayır əslində. Mənim axır sözüm budur ki, mən cəllad deyiləm. Deməli, Fəxrəddin deyir ki, mən cəllad deyiləm, adam öldürəm, öldürtdürəm. Hərgah mənim özümü öldürmək istəyirlər. Neynəmək olar? Qoy öldürsünlər. Mən bir can borçluyam. O ki, qaldı səadətə, onu məndən əcəl də ayıra bilər deyir.
əcəl də ayıra bilər, yoxsa bilməz yazıb burada. Nə yazıb? Sizdən çox təvəqqə edirəm ki, səadət barəsində, deyir ki, səadətə onu məndən bircə əcəl ayıra bilər, deyir. Yəni, bircə ölüm ayıra bilər. Mən yoxsa ayrıla bilmərəm. Sizdən çox təvəqqə edirəm ki, səadət barəsində dəx artıq bu sözdə, bu evdə söz-söhbət olmasın, kifayət. Əslində, burada səadət haqqında danışmırdılar, amma yenə də deyir ki, səadət haqqında danışmayın. Növbəti hissədə ardını izah eləyəcəm.